Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Allah'ın salamı, rəhməti və bərəkəti olsun hər birinizin üzərinə. Allah Teala ibadət, itaət və dualarımızı ali dərəcədə qəbul eləsin. İnşallah Şabaniyyə münacatının 5-ci hissəsinin şərhini inşallah danışmağa, söhbət eləməyə çalışacağıq Allah'ın izniyle. Əvvəlki hissələrə baxdıqda Allah'tan onun səsini eşitməsini, duasını qəbul etməsini deyir. Həzrət Əli əleyhissalam ona münacat edərkən onu qəbul eləməsini və sonra deyir ki, ilahi sənə tərəf qaçmışam. Davamında deyir ki, ilahi sənin dərgahında yalvararaq miskin, aciz halda, sənə ümidli halda dayanmışam və davamında da bugünkü gündə də deyəcəyimiz bölümdə də elə onunla duanın bir-birinə bağlantılı olaraq qeyd edir. Həzrət Əli əleyhissalam Şabaniyyə münacatında deyir ki, وَتَعْلَمُ مَا فِي نَفْسِ İlahi, sən mənim nəfsimdə olanı bilirsən. وَتَخْبُرُ حَاجَتِ İlahi, ehtiyaclarımdan xəbərdarsan. وَتَعْرِفُ ضَمِيرِ Batinimi tanıyırsan ilahi. وَلَا يَخْفَى عَلَيْكَ أَمْرُ مُنْقَلَبِ وَمَسْوَايَ وَمَا أُرِيدُ أَنْ أُبْدِيَ بِهِ مِنْ مَنْتِقِ İlahi, getdiyim yerdə, dayandığım məkanda, məndə olan dəyişiklikləri də sən bilirsən, bunlar səndən gizli deyildir. Və dil açıb danışmaq istədiyim sözlər də səndən gizli deyildir. وَأَتَوَّفَوَّهُ بِهِ مِنْ طَلَبِ İlahi, istəmək istədiyim hacət də səndən gizli deyildir. وَأَرْجُوهُ لِعَاقِبَةِ Və aqibətim də səndən gizli deyildir. Münacatda bu bir neçə cümlələr sanki Allah'a İmam əleyhissalam etiraf eləyərək deyir ki, ilahi, mən səni bu sifətlərlə tanıyıram. Sən məni tanıyırsan, məndən xəbərdarsan, mənim hisslərimi bilirsən, mənim daxilimi bilirsən, mən nə danışmaq istəyirəm, onları bilirsən, nə hacət istəmək istəyirəm, onları da bilirsən. Çox maraqlıdır. Deyir ki, mənim hacətlərimi, ehtiyaclarımı bilirsən və istədiyim ehtiyacları da bilirsən. Bunlar fərqli şeylərdir. Bir var, mən bir şey istəyirəm, daha doğrusu, bir var, mənim bir şeye ehtiyacım var, amma gəlirəm Allah'tan hansı ehtiyacı istəyirəm. Bunlar fərqli şeylərdir. Mənim başqa şeye ehtiyacım ola bilər, istədiyim ehtiyac da fərqli ola bilər. İnşallah bunlar haqqında bir neçə kəlməni deyəcəyik. Bu hissədə qeyd olunur ki, Allah ilahi, mən səni bilirəm ki, bu cür nəsən, bu cür Allahsan, məni tanıyan Allahsan. Çünki İnsan bilmədiyinə, güvənmədiyinə, onun sözlərini eşitməyənə sığınmaz. Mən bilirəmsə ki, Allah məni bilir, Allah məni tanıyır, Allah mənə yardım eləyəcək, mən ona görə Allaha sığınmışam. Və Allahın elmini bilirəm deyə mən Allaha sığınmışam. Quran-ı Kərimdə Mülk surəsinin 14-cü ayəsində Allah Teala haqqında buyurur ki, Ələ ya'ləmu mən xələqa və huvəl-lətif əl-xabir. Buyurur ki, heç yaradan bilməzmi? Ritorik sual verir Quran-ı Kərim bizə. Heç yaradan Allah yaratdıqları barəsində bilməzmi? Davamında bir sünə buyurur, huvəl-lətif, o lətif olan Allah'tır və xabir olan Allah'tır. Bunu da boş-boşuna gəlir. Lətif o şeydir, o Allah'ın o sifətidir ki, o ən incə şeyləri belə bilir. Xabir isə hər şeydən agahdır, hər şeydən xəbəri var. Allah'ın bu sifətlərinin burada gətirilməsində mənası budur ki, ən incə detallarına qədər Allah Teala bilir,
xəbərdardır. Duada münacatda gezir ki, və tə'ləmu mə fi nəfsi. İlahi, sən mənim nəfsimi bilirsən. Sən mənim qəlbimi, içindəkilərin bilirsən, ilahi. Sən bilirsən, mən artıq rol oynamıram. Mən kimə görəsə özümü görsətmirəm. Çünki mən bilirəm ki, sən mənim içindəkilərin bilirsən. Mən ilahi riyakarlıq eləmirəm. Çünki riyakarlıq eləsən belə yenə sən ondan xəbərdarsan. İlahi, özümü haqlı çıxarmağa çalışmıram. Çünki bundan da xəbərdarsan. Özümü haqlı çıxarmağa çalışsam belə, yenə sən bundan xəbərdarsan, ilahi. Günahımı yozmağa çalışmıram. Çünki yozsam belə yenə biləcəksən ki, yozuram. Ona görə, ilahi, deyirəm ki, sən mənim nəfsimi bilirsən, sən məni yaxşı tanıyırsan. Və nə'ləmu mə tuvəsvisu bihi nəfsuh. Qaf surəsində Allah Teala buyurur ki, biz insanın nəfsinin ona nə vəsvəsə etdiyini bilirik. Bilirik insana nə vəsvəsə edir nəfsi. Ona görə insan, Həzrət Əleyhisselam burada bizi üçün, bizə bir nümunə olaraq bildirir ki, siz də belə dua edin. Allaha deyir ki, ilahi, sən məni yaxşı tanıyırsan. Və təxbiru və təxburu həcəti. İlahi, sən mənim ehtiyaclarımı bilirsən. Bizim adətən ehtiyaclarımız nə olur? Aclıq ehtiyacı, susuzluq ehtiyacı, cinsi ehtiyac, rahatlıq ehtiyacı, nə bilim, ev ehtiyacı, maşın ehtiyacı, yatmaq ehtiyacı, bu tür şeylər. Bəli. Bu ehtiyaclar adətən nə ehtiyaclar olur? Bunlara heyvani ehtiyaclar deyirlər. Niyə görə? Çünki canlı qalmaq üçün olan ehtiyaclardır bunlar. Yəni, yaşamı davam etdirmək üçün olan ehtiyaclardır ki, bunların demək olar, ümumi götürəndə canlı olan, heyvanlarla ortaq olan ehtiyaclarımızdır. Amma bir də insanın ruhi ehtiyacları var. İnsanın özünün də bilmədiyi ehtiyacları var. Ona görə də Həzrət Əleyhisselam deyir ki, ilahi, sən mənim ehtiyaclarımı daha yaxşı bilirsən. Mən bəzən bir şey eləyirəm, adın ədalət qoyuram, amma paxıllıq səbəbi ilə eləyirəm. Bəzən xeyirxahlıq eləyirəm, amma səbəbi özümü bəyənmək və yaxud da özümü görsətməkdir. Allah Teala onların hamısının kökünü bilir ki, sənin əməlin hardan gəlir. Ona görə deyirlər, Allahın ədalət məhkəməsi çox ağır olacaq. Necə ağır olacaq? Gələsən, məsəl üçün, bizim hərəkətlərimiz boşuna deyil. Birinə gəlirsən, bir dənə belə eləyirsən, məsələn, üzr istəyirsən, belə eləyirsən, bir də belə eləyirsən. Bu elə belə şey deyil, bizdə 2 dənə, heç mənası da yoxdur belə baxanda. Mənasız bir iki hərfin birləşməsidir. Amma bunun altında nələr yatır? Çox şeylər var, bunun altında çox şeylər yatır. Yəni, bunun elədiyinə bax, bunun işinə bax, nə bilim, bunun geyiminə bax, bunun danışığına bax, bunun namazına bax, bunun duasına bax, bunun hərəkətinə bax. Hamısı yatır onun altına. Elə bizim zehnimizə gələnlər bunlardır. Bir dənə, 2 dənə hərfin birləşməsi bir mənasız söz edir, amma mənası dərindir. Allah bunların hamısını bilir. Hər kəs zərrə qədər, miskal zərrəsi qədər xeyr elibsə, xeyri, şər elibsə, şərri görəcək. Miskal zərrəsi biz nədir? O, gündüz vaxtı pəncərədən günəş düşür otağa. Onun içərisində görsən, işığın içərisində görsən ki, belə tozlar belə fırlanır. Miskal zərrəsi ona deyirlər. Allah deyir ki, onun da ona qədər xeyir və şərin olsa, bəli, onu görəcəksən. Davamında duanın münacatının davamında buyurur ki, وَتَعْرِفُ ضَمِيرِ İlahi, sən mənim batinimdən xəbərdarsan. Çox maraqlıdır ya. Bir tərəfdə deyir ki, ilahi, sən mənim hazətlərimi bilirsən, nəyə ehtiyacım var bilirsən. Bir tərəfdən deyir ki, mənim batinimi bilirsən, damiri. İlahi, yəni cümlə deyir ki, ilahi, mən özümü əslində tanımıram, sən məni daha yaxşı tanıyırsan. Mən özümü səhv ifadə eləyə bilərəm, ilahi, sən məni daha yaxşı tanıyırsan, batinimi daha yaxşı bilirsən.
Əmru munqalabi və məsvaya. İlahi, sən mənim dəyişməyimi də bilirsən, hansı addımları atmağımı da bilirsən, hara çatdığımı da bilirsən, haradan gəlmişəm, hara gedirəm, harada dayanacağım, onların hamısını bilirsən. İnsan çünki dəyişkəndir, mən dünən hansı haldaydım, bugün hansı haldayam, sabah hansı halda olacağım, bunların hamısını ilahi sən bilirsən. Bu sənin alim olmağının səbəbindəndir. Və davamında buyurur ki, nə demək istədiyimi də bilirsən ilahi. Nə demək istədiyimi də bilirsən. İstəmək istədiyim hacətimi də bilirsən. Arzuladığım aqibəti də bilirsən. Bu o deməkdir ki, dua Allaha məlumat vermək deyil. Mən dua edirəm ki, ilahi, məsəl üçün, ilahi, mənim borclarım var, ilahi, özün mənə yardım elə. Mən borclarımı ödəyim. Bu Allaha məlumat vermək deyil. Bu Allahdan yardım istəməkdir. Allah zaten bilir sənin borcun var. Allaha tapşırmaqdır, Allahdan bir kömək istəməkdir ki, ilahi, mənim bu borclarımı mən bilirsən, amma mən demək istəyirəm ki, ilahi, mən özümdə hərəkət edirəm, amma səndən də bir dəstək istəyirəm, ilahi. Çünki zaten bir baxışdan baxanda Allah da hər şeyi eləyər. Allah bizə ixtiyar verib, amma həqiqi qüdrət əli Allahın əlindədir. Həqiqi güc Allahın əlindədir. Bunu nəyə bənzədirlər? Düzdür, bizi Allah bir tərəfdən ixtiyar verib. Necə ixtiyar verib? Bunu necə biz izah eləyə bilərik? Məsəl üçün, bir binaya elektrik veriblər. İndi mən istəyirəm evin işığını yandıram, istəyirəm yandırmıram. Elektrik verən, nəuzubillah, Allahın timsalında. Allah bizə o elektriki verib. İndi mən bu elektrikdən yaxşı istifadə edirəm, pis istifadə edirəm, nə bilim, istidirsə kondisioneri yandıraram, soyuqdursa kombini yandıraram, eləyərəm, bu mənlikdir artıq. Artıq binaya elektrik verəndə deyil, amma istədiyi zaman binaya elektrik verən, istədiyi zaman onu kəsə bilər. Amma gördün nə hərəkəti? Demək, ixtiyar hardadır? Binaya və yaxud da ölkəyə elektrik verəndədir. Allahın bizim üzərimizdə olan hakimiyyət də buna bənzəyir. Allah bizə elektrik verib, enerjini verib, amma istədiyi zaman o elektriki kəsə bilər. Duanın xülasəsini desək, xülasə olaraq demək istəyir ki, ilahi, mən danışmasam da sən bilirsən, mən istəməsəm də sən agahsan, sən mənim gələcəyimi də, keçmişimi də bilirsən ilahim, amma mən sənin gəlib huzurunda dayanmışam. Çünki səndən başqa sığınacaq yerim yoxdur. Sən mənim gizlində etdiyim günahlarımı da bilirsən. Hamıdan gizlin etdiyim günahlarımı da bilirsən. Günahlardan özümü təmizə çıxartdığımı da bilirsən. Layiq olmadığım təriflərimi də bilirsən. Hamısını bilirsən ilahi. İlahi, sən məni mənim özümdən daha yaxşı tanıyırsan. İlahi, sən məni bütün qatlarıma qədər tanıyırsan. Dilimdən çıxanı da, çıxmayanı da, bu günümü də, aqibətimi də bilirsən ilahi. Elə buna görə səndən danışıram. Çünki sən məndən yaxşı tanıyırsan. Sənə heç nə gizli deyil. Sənə heç nə gizlidir. Mən səni aldada bilmərəm ilahi. Allah Teala'dan istəyirik ki, Allah Teala bizlərin gizlində də olan günahlarımızı bağışlasın. Aşkarda da olan günahlarımızı bağışlasın. Allah'tan istəyirik ki, Allah Teala bu mübarək Şabaniyyə xütbəsini dərk eləyən şəxslərdən qərar versin. Şabaniyyə xütbəsinin əvvəlində də biz qeyd elədik ki, Şabaniyyə, daha doğrusu münacatı, Şabaniyyə münacatı elə üstün, elə mənalı, məzmunları elə dərin bir münacatdır ki, təkcə Şaban ayında yox, digər aylarda da oxunması, Allah'la münacata və rabitəyə girməsi tövsiyə olunub. Muhammed və Ali Muhammedə salavat hədiyyə eləyək.